Hər vaxtınız xeyirli, uğurlu olsun. İdeyadan Uğur adlı podkastımızda sizi xoş gördük. Verilişimizin baş sponsoru Cibaro platformasıdır. Biznes dünyasında hər şey sürətlə dəyişir. Amma bir problem hələ də aktualdır. Doğru biznes tərəfdaşı tapmaq, etibarlı təchizatçı seçmək və bunun üçün vaxt itirmək. Yerli bazar bir nöqtəyə qədər aparır. Amma beynəlxalq bazar düzgün əlaqə olmadan çətinləşir. Məhz bu nöqtədə Cibaro köməyinizə çatır. Cibaro şirkətləri yerli və beynəlxalq bazarlarda birbaşa bir araya gətirən B2B platformasıdır. Burada təsdiqlənmiş profillər etibarlı tərəfdaşlıq deməkdir. Cibaro platforması vasitəsilə şirkətlər satın alma elanları paylaşır, məhsul və xidmətlərini tanıdır, hərraçlar təşkil edir, qlobal tərəfdaşlıqlar qurur və vakansiyalar yerləşdirirlər. Vasitəçisiz B2B əlaqələrlə vaxta və xərclərə qənaət edirsiniz. Cibaro biznesinizi qlobal bazara daşıyan platformadır. İndi cibaro.com-a qoşulun və biznesinizi qlobal bazara çıxarın. Digital Gateway to Global Supply. Qlobal təchizata rəqəmsal keçid. Qonağımız Bookmall'un qurucusu Elçin Qəmbərlidir. Xoş gəlmisiniz Elçin bəy. Xoş gördük. Mən də sizin layihəyə uğurlar arzulayıram. Ümid edirəm ki, bu layihə Azərbaycanda ən baxılan layihələrdən biri olacaq. Çox təşəkkür edirəm. Dəvətimizi də qəbul etdiniz. Gəlin başlayaq suallarımıza. Elçin Qəmbərli kimdir? Çox maraqlı sualdır. Elçin Qəmbərli əslində mən deyərdim ki, gənc sahibkardır, amma bir tərəfdən də öz təhsil həyatına davam etdirən, hələ də biznesin idarə edilməsi ilə bağlı təhsil alan və təhsil pilləsini yüksəltməyə çalışan, bu işin həm də təkcə praktik yox, həm də digər tərəflərini öyrənməyə çalışan bir şəxsdir. Çox maraqlı bir həyat hekayəniz var. Bax, Elçin Qəmbərli uşaq vaxtı bir etiraz etmisiniz müəllimlərinizə qarşı. Bu etiraz hər zamanmı sizə uğur gətirib? Düşünürəm ki, hər zaman uğur gətirib deyə bilmərəm, amma hər zaman etiraz edən bir şəxs olaraq hələ davam edirəm. İstəmədiyim hər şeyə, sevmədiyim hər şeyə hələ də etiraz edirəm və heç nəyi məcbur olaraq özümü məcbur etmirəm. Amma etirazların hər biri düşünürəm ki, bir riskdir. Bəli. Bəzi etirazlar bizi istədiyimiz yerə aparır, bəzi etirazlar isə bizi istədiyimiz yerdən uzaqlaşdırır. Bunu isə sadəcə yaşayaraq görmək olur. Elçin bəy, yeri gəlmişkən elə danışdıqlarınızdan bir sual yarandı ki, sizin üçün risk yoxsa gözləmə mövqeyi? Yəni hansı daha sizə yaxındır? Düşünürəm ki, mənim üçün risk daha uyğundur. Çünki indiyə kimi hər zaman risk etməyə meylli bir insan olmuşam və risklər əslində adından da məlum olduğu kimi burada bir dənə incə nüans var ki, heç nəyi olmayan bir adam, çox kasıb olan bir adamın varlanmaq üçün getməli olduğu tək yol riskdir. O risk etməsə heç vaxt varlana bilməz. Amma digər tərəfdən də hər şey olan varlı insan da risk etməsə, o hər zaman varlı yaşaya bilər. Heç nəyini itirə bilməz. Yəni risklər əslində bizə arzuladığımız şeyləri sahib olmaqda da kömək edir, bəzənsə əlimizdə olan şeyləri itirməyimizə səbəb olur. Bu ideya necə yarandı? Necə düşündünüz ki, məsələn, Bookmall bunun açıqlamasını zəhmət olmasa, mənə daha geniş şəkildə deyərdiniz. Əslində hekayə başlayır 2017-ci ildən. 2015-ci ildə mən universitetə qəbul olaraq Bakıya gəlirəm. Bəli. Və təhsil həyatım boyunca mən ilk dəfə bədii kitablarla burada tanış oluram. Və bədii kitabları oxuduqdan sonra marağım yaranmağa başlayır və hətta düşünürəm ki, görəsən mən kitab sataraq pul qazana bilərəmmi? Bu sual üzərində düşünməyə başlayıram və zamanla artıq bunu yoxlamağa cəhd eləməyə çalışıram. Düşünürəm ki, yoxlamaqdan bir şey çıxmaz və ən uyğun variantda mən necə bunu yoxlaya bilərəm? Sadəcə onlayn olaraq yoxlaya bilərəm, sata bilərəm və özümə bir səhifə açıram. O səhifədə öz oxuduğum kitabı və sonra digər oxuduğum kitabları satmağa başlayıram və ilk vaxtlar satışım ürəyim istəyən şəkildə olmur. Düşünürəm ki, artıq satış bir elmdir, mən özümü inkişaf etdirməliyəm. Başlayıram bu sahədə özümü inkişaf etdirməyə çalışmağa və zamanla özüm öyrənirəm, oxuyuram, oxuduğum şeyləri tətbiq edirəm. Və burada belə bir incə nüans var ki, biz satdığımız məhsulu yaxşı tanımalıyıq. Yoxsa sata bilmərik. Və kitab satan insanın digər bizneslərdən fərqi odur ki, satıcı özü yaxşı oxucu olmalıdır ki, öz məhsulunu tanısın.
Və buna görə mən 100-dən çox kitab oxudum həmin ərəfədə və bunlar mənim həyatımda həqiqətən də çox dönüş nöqtəsinə çevrildi. Artıq əvvəlki Elçin olmadım bundan sonra. İlk oxuduğunuz kitab hansı olub Elçin bəy? İlk olaraq kitabı mənə qrup yoldaşım hədiyyə eləmişdi. Mark Levinin Hardasan kitabı idi. Sonra isə mən həmin kitabı satdım və beləliklə biznes əsasını qoydu. Onda dostunuzun bir təkanı olub, belə deyim, bir imzası var bu işdə. Bəli, bəli. Elə oldu ki, mənim qrup yoldaşlarım, bütün universitet bir müddətdən sonra hamısı bilirdi ki, məndə kitab olur. Bəli. Və mən hətta belə bir şey eləmişdim ki, sadəcə kitabları satmırdıq. Biz kitabları həftəlik kirayəyə verirdik. Və buna görə də bütün universitet almaq istədiyi kitabları bizdən götürərək oxuyurdular. Sizlə danışdıqca hiss edirəm ki, siz bir sahibkar olaraq dünyaya gəlmisiniz. Hər zaman mən bunu qeyd edirəm ki, sahibkar olmaq, satışı bacarmaq bu hansısa təlimlərə getməklə, hansısa sertifikat almaqla deyil. O insanın canında və qanında olan bir şeydir və bu da sizdə var imiş, o cövhər var imiş ki, siz onu gəlişdirmisiniz, inkişaf etdirmisiniz. Hər insanın kitab oxuyarkən o yaşamaq istədiyi bir obraz var da. Deyirsən ki, kaş mən də bu qəhrəman olardım, bu obrazda mən də olardım. Siz bəs necə? Hansı kitabda, hansı əsərdə özünüzü baş rolda görmüsünüz? Hansı əsərin qəhrəmanı olmaq istəyərdiniz? Mən çox maraqlı sualdır. Mən Babilin ən varlı adamı kitabındakı Arkad olmaq istəyərdim. Çünki çox çətin vəziyyətdə yaşamış insanlardır və insanların arasından sadəcə Arkad maddi rifaha çatır. Bəli. Və hər kəs ona bunun imkansız olduğunu, onun şansını gətirdiyini deyirlər. Ondan soruşurlar və o da həmin kasıb qalan şəxslərə deyir ki, biz eyni yoldan keçmişik. Bizim uşaqlığımız bir yerdə keçib, amma siz mənim elədiyim həmən bu şeyləri etmədiniz və mən bunları etdim. Sonra varlı olmağın formülünü onlara verir. Paylaşmaq var da, o hər adamda olmur ki, biznesdə uğurlu olur, bəlli bir qonorar qazanır və ətrafındakı dostlarına da dəstək olur. Siz necə, məsələn, bir şəxsiyyət olaraq, bir insan olaraq öz dostlarınızı da biznesinizə cəlb edirsinizmi? Ümumiyyətlə bunu deyə bilərəm ki, mən Bookmall-u qurduqdan sonra Bəli. bizim ətrafımızda sırf ancaq gənclər formalaşmağa başladı və həmin gənclərin bir çoxu məndən məsləhətlər almaq istəyirdilər ki, mən necə sıfırdan işimi qura bilərəm və həmin şəxslərə mənim onların öz qurmaq istədiyi sahəyə uyğun bəzi məsləhətlərim oldu. Həmin gənclərdən bir çoxu var ki, biznes həyatında hətta indi məndən döndürülür. Onlara sadəcə bir təkan lazım imiş. Maşallah. Elçin bəy, yaş həddinə görə kitabları oxucular, yəni dəyişirmi? 40 yaşında hansı kitab oxunmalıdır? 20 yaşında gənc bu kitabı oxuya bilməz deyə belə bir qaydalar varmı? Siz nə düşünürsüz? Düşünürəm ki, yaşın önəmi əslində çoxdur burada kitab oxumaqda. Çünki kitabları seçərkən əslində yaşımıza uyğun kitabları seçməyimiz daha yaxşıdır. Çünki bəzi çox ağır əsərlər var ki, bunlar insanı bir növ pessimistləşdirir və bunları bizim 20 yaşından aşağı olarkən oxumağımız məncə məsləhətə uyğun deyil. O yaşlarda çünki insana ən lazım olan şey motivasiyadır. Bizə motivasiya verən kitablar oxumalıyıq, bizə motivasiya verən insanları həyatımıza almalıyıq, xoşbəxt insanlardan münasibət qurmalıyıq ki, onların xoşbəxtliyindən biz də həyatımıza pay alaq, onların savadlarından, onların düşüncə tərzlərindən bizim də həyatımıza bir təsir olsun. Yoxsa biz həyatımıza pessimist insanlar alsaq, biz daha çox bizi bədbinləşdirən şeylər izləsək, bədbinləşdirən hekayələr oxusaq, kitablar oxusaq, təbii ki, bizim uğur yolumuzun başlanğıcında bizim üçün çox mənfi təsir ola bilər. Amma uğursuzluqlar da var da iş həyatında. Sizin həyatınızdakı uğursuzluq nə olub? Mən 21 yaşımdaykən Bəli. artıq Bookmall-u kafesini açmışdıq və bunun ikinci filialını açmaq istədik. Həmin ərəfədə biraz karantinin sonları idi və uğursuz oldu. Bizim məkanımız bağlandı və biz müəyyən qədər borclandıq. Bəli. Mən onda düşündüm ki, mənim bu yaşımda belə bir şey yaşamağım çox yaxşı oldu. Ki mənim üçün böyük bir dərs oldu. Çünki bir dəfə etdiyim uğurlu oldu, bir dəfə etdiyim uğursuz oldu. Artıq mən uğurlu və uğursuz biznes qurmağın hər ikisini praktik olaraq görmüşdüm. Və onları analiz edə bilirdim ki, mən niyə uğurlu oldum və mən niyə uğursuz oldum. Düşünürdüm ki, bu mənim həyatımın sonuna kimi mənim üçün çox vacib bir dərsdir ki, mən heç bu dərsi gedib kimlərdənsə ala bilmərəm.
Mən bunu yaşamalıydım. İnsan özü yaşayanda daha böyük dərslər çıxardır. Gənc nəsil sahibkarlara məsləhət görürsüz ki, hansısa bir belə deyim, işi qurarkən onun biraz işdə yaxşı olanda, dövriyyə yüksək olanda həmin ikinci filialı açmağa tələsməsinlər. Yəni bu onları uğursuzluğa apara bilər ki, məni də aparıb. Mən də bu şeylərdən keçmişəm, bu yollardan keçmişəm. Əsasən biznesin ilk illərində Bəli. biz düşünürük ki, əsas olan kəmiyyətdir, keyfiyyət deyil. Yəni əlimizdə olan məhsulun, əlimizdə olan məkanın, mağazanın keyfiyyətini artırmaq, oranı maksimuma çıxartmaq əvəzinə biz düşünürük ki, bundan bir dənə də açım, 2 dənə açım, filiallaşdırım Bəli. və daha çox qazanım. Amma bir müddətdən sonra baxırıq ki, bizim elədiyimiz səhvdir. Çünki biz filiallaşdıqca artıq hər birinə verdiyimiz diqqət azalır. Biz çatdıra bilmirik və hətta öz müştərilərimizi bölürük. Məsəl üçün bizim müəyyən bir müştəri kütləmiz var. Bəli. Biz bu müştəri kütləsini bir məkandan qarşılaya biləriksə, biz nəyə görə 2 məkana, 3 məkana bizi sevən bu kütləni bölürük, bizim müştərilərimizi və daha çox aylıq xərclərimizi artırırıq. Bəs bu böyük markalar var ki, hansı ki yüzlərlə filialları var. Onlar yəqin ki o dövriyyədə olan o rəqəmi hiss edirlər. Bilirlər ki, məsələn, dövriyyəmiz bu səviyyəyə çatsa biz ikinci filialı aça bilərik. Bax sizi nə vadar elədi? Hansı rəqəm görən mən onu niyə sizdən soruşuram israrla ki, gənclər də bilsin ki, sabahları məsəl üçün dövriyyəsi 2000 manat olanda qazanc olaraq, təmiz mənfəət olaraq 2000 manat olanda yeni bir filial açmağa tələsməsinlər. Siz hansı rəqəmi gördünüz və belə ürəkləndiniz ikinci, üçüncü filialı açmağa qərar verdiniz? 2 dəfə filial açmışam. Bəli. İlkində müştəri kütləmiz siz dediyiniz kimi çox idi və düşünürdük ki, məkan bəs eləmir. Məsələn, aylıq gəlir olaraq 4000, 5000 xalis mənfəət qazana biliriksə, biz bunu 2 məkana çevirək və bunu 10.000-ə çıxardaq. Və burada bir uğursuzluq oldu. Əlimizdə olanları da demək olar getirdik. Ondan sonra iş təmizləyəməyə başladı. İlk açdığımız məkana qayıdaraq oradan təzədən işləri böyütməyə başladıq ki, 2 məkandan qazanamağı xəyal etdiyimiz məbləği əslində bir məkandan qazana bilərmişik. Onu anladıq sonra. O bir məkanda qazanacağımız o məbləğ, bax o yatırımları mən sizdən öyrənmək istəyirəm ki, gənclərimiz duysun. Bax daha çox nəyə reklamına mı, onun marketinq tərəfində. Məsələn, bəzən insanlar marketinqdə pul xərcləmək istəmirlər. Deyir ki, mən nə edirəm ki, mənim məhsulum zaten yaxşıdır. Amma indi elə bir dövrdə yaşayırıq ki, bu reklamlar olmasa, sosial şəbəkənin aktiv olması bizim biznesimizin inkişafına böyük bir təkandır. Siz necə düşünürsünüz? Bir sahibkar olaraq, bir belə deyim də kofe shopun təsisçisi, müdürü olaraq reklama nə qədər büdcə ayrılmalıdır? Neçə faiz ayrılmalıdır ki, siz o işdən geri dönüşlər alasınız o reklamdan? Marketinq ümumiyyətlə bizim ən vacib eləməli olduğumuz şeydir və Azərbaycanlı sahibkarların 90%-i reklamı bir xərc olaraq görürlər. Amma əslində belə deyil. Reklam bizim öhdəliyimizdir. Yəni biz necə ki aylıq işçilərin maaşını veririk, aylıq olaraq məkana icarə haqqı ödəyirik. O formada müəyyən bir məbləği aylıq reklam üçün ayırmalıyıq. Biz bunu ayırmırıq, reklamı xərc olaraq görürük. Şirkət böyüməyə başlayanda da birinci reklamın pulundan kəsirik ki, artıq bizə reklam o qədər də əhəmiyyəti deyil. Şirkət zəifləməyə başlayanda da birinci reklamın pulundan azaldırıq ki, biraz ekonomiya edək. Bu bizi hər iki halda mənfi hala gətirib çıxardır. Ən vacib məsələ reklama düzgün pulu ayırmaqdır və bunu biz müəyyən rəqəm olaraq deyə bilmərik. Biz sadəcə bunu test edirik ki, bu məkan, bu mağaza, bu şirkət maksimum qazana biləcəyi məbləğə hansı reklamdan çıxır, hansı reklam strategiyası ilə çıxır, hansı məbləğlər lazımdır və onu stabil saxlamaq lazımdır. Ümumiyyətlə uğur stabillikdən irəli gəlir. Yəni uğur bizim yaxşı vərdişlərimizi davamlı olaraq etməyimizdən irəli gəlir ki, mən həmişə deyirəm ki, vərdişlərin hamısı, yaxşı və pis vərdişlər, hamısı bizdən asılı olmadan təkrarlanır bir müddət sonra. Məsəl üçün biz pul yığmağa başlayırıq, birinci əziyyət çəkirik, sonra baxırıq ki, bu bizim həyat tərzimizə çevrilir və özümüzdən asılı olmadan biz artıq bu pulu yığmaqdan daha çox həzz alırıq, nəinki xərcləməkdən. Məsəl üçün biz sağlam həyata başlamaq istəyirik. Bir gün, 2 gün, 3 gün artıq özümüzlə, öz bədənimizlə, vücudumuzla mübarizə aparırıq. Ondan sonra artıq bu bizə vərdiş halına gəlir. Biz düşünürük ki, bunu artıq zərərli şeyləri ürəyimiz istəmir. Həmçinin də pis vərdişlər də elədir. Yəni bir dəfə edirsən, 2 dəfə edirsən, bir müddət sonra bizdən asılı olmadan təkrarlanmağa başlayır. Ona görə də məsləhət görürəm ki, yaxşı vərdişləri
özümüzü məcbur edərək həyatımıza salmalıyıq ki, onlar bizdən asılı olmadan təkrarlansın və bizi uğura aparsın. Uğursuzluğunuzdan danışarkən o an siz hansı hissləri keçirdiniz? Gənc sahibkar olaraq bəzən insan egosu ona icazə vermir də ki, mən necə bağlaya bilərəm məkanımı, ola bilməz. Hər kəs məni axı sizi hər kəs ilk başlarda alqışlayıb, Elçin bu işi gördü, Elçinə halal olsun. Amma bağlayarkən hansısa bir məkan insan qəribə bir çox fərqli bir hisslər keçirdi. Siz o hisslərlə necə mübarizə apardınız? Çox gəncsiniz, amma çox dərin düşünürsüz. O durumdan necə özünüzü çıxartdınız? Ümumiyyətlə belə bir fəlsəfə var ki, bütün əzabların kökü bağlılıqdan irəli gəlir. Yəni biz heç nəyə bağlı olmalı deyilik. Əgər biz bir insana, bir şəxsə, bir işə, bir əşyaya bağlıyıqsa, bu bir müddətdən sonra bizə əzab verməyə başlayır. Buna görə də sahibkarların da çoxunun öz biznesinə qarşı emosional bağlılığı var. Bəli. Həm deyək ki, mən işimi sevirəm, həm işimi bağlamaq istəmir, həm siz deyən kimi ətrafın nə dediyini düşünür. Amma bir müddətdən sonra baxır ki, bunun mənfi rəy almaq istəmədiyi insanların əslində heç buna 1 manat belə xeyri yoxdur. Yəni çətin vəziyyətə düşdükdən sonra sənə heç kim 1 manat pul verməyəcək. Yəni sən kimlərsə düşünməyə əvəzinə sadəcə özünü düşünməlisən ki, bu həyat, bu hekayə sənindir. Sən yazırsan bu hekayəni və bağladıqdan sonra filialı düşünürsən ki, keşke daha əvvəldən bağlasaydım, bu qədər qənaət eləmiş olardım, bu qədər vaxt qazanmış olardım. Ona görə də emosional bağlılıqlar yaxşı şey deyil. Məndə biznesimi bağladıqdan sonra həmişə düşünmüşəm ki, bu bir uğursuzluq olsa belə, əslində uğursuzluqlar növbəti uğurların memarıdır. Bu bizə dərs verir, bundan dərs çıxartmaq lazımdır, amma eyni səhvləri ardıcıl eləmək də Dostoyevskinin dediyi kimi axmaqlıqdır. Yəni biz səhv eləməyimiz normaldır. Yəni biz insanlıq səhv eləyə bilərik. Amma ardıcıl eyni səhvləri eləyib fərqli nəticə gözləmək bu axmaqlıqdır. Təcrübəli insan özü səhv edir və təcrübə qazanır, amma müdrik insanlar başqasının səhvinə baxır və o səhvi etmir. Onu hər adam bacarmır. Çünki düşünür ki, bəlkə o bacarmadı, mən bacararam niyyəti ilə yola çıxır və sonda anlayır ki, yox, o insanın təcrübəsi idi və mən onun səhvlərinə baxıb o səhv yolundan getməməliydim. Həqiqətən də bəlli olur ki, çox mütaliə etmisiniz, çox oxumusunuz, fərqli yanaşmanız var həyata, iş həyatına. Bax, gələcəkdə özünüzü harda görürsünüz? Əslində hal-hazırda çalışdığım odur ki, biznes həyatında arzuladığım bəzi şeylər var, onları həyata keçirdim. Əsasən də Azərbaycanda fəaliyyətimi davam etdirmək istəyirəm. Bununla yanaşı bir tərəfdən də oxuyuram, təhsil alıram ki, 30 yaşımdan sonra artıq bu biznesin idarə edilməsi sahəsində pedaqoji fəaliyyətə başlayım. Təlimçi olmaq istəyirsiniz, biznes təlimçisi. Əslində hal-hazırda təlimlərə iştirak edirəm, biznes təlimlərində təlimçi kimi iştirak edirəm. Mənim daha çox məqsədim dövlət universitetlərində işləməkdir. İnşallah Allah nəsib eləsin. Məncə olacaq. Yəni sizin 30 yaşınız olanda görüşərik. Mütləq onda deyək ki, bizim bu verilişimiz televiziyada olsa sizi dəvət eləyəcəm bir pedaqoq kimi. Çox xoşdur sizlə danışmaq, həqiqətən müzakirələr etmək. İndiki gənclərin düşüncəsi, onların biznesi başqa cür görə bilməkləri, bu onlayn satışların olması. Bax, onlayn satış və belə deyim də real butikdə, real məkanda olan satış arasındakı bugünkü gündə fərq nədir? Daha çox tələbat hansınadır? Onlayn yoxsa butik açıb xərc töküb daha çox gəlir əldə edirlər? Sizcə hansıdır? Düşünürəm ki, rahatlıq baxımından onlayn satış həm şirkət sahibinə, həm müştəriyə çox rahatdır. Çünki biz hər hansı bir məhsul axtaranda girib onu internetdən axtarırıq. Yəni düşüb mağaza gəzmirik artıq. Hətta bunu deyərdim ki, sənin çox yaxşı bir mağazan varsa, amma sosial mediada görsənmirsənsə, insanlar səndən alış-veriş eləmirlər. Çünki sosial media artıq satışdan da əlavə bir növ güvən verir insanlara. Məsəl üçün biz təxminən bir mağazanın qarşısından keçəndə ora addım atmamışdan qabaq Instagram səhifələrinə baxırıq ki, görək bunların məhsulları nədir, qiymətləri nədir, hansı tip məhsulları var. Yəni buna baxıb ondan sonra qərar veririk. Amma onlayn satışın pis tərəfi odur ki, müştəri ilə fiziki olaraq bağ qura bilmirsən. Müştəri sənin yanında deyil. Buna görə də sən onu saxlamalısan əldə. Məsələn, müştəri səndən qiymət soruşursa, sən onu həmin o çatda saxlamalısan. Bunun üçün də müəyyən əslində təlimlər var, müəyyən yollar var. Hətta bizim bu gün daha çox
rast gəldiyimiz ki, onlayn mağazalardır. Bəli. Müştərilər yazır, qiymət soruşur və deyirlər ki, qiyməti biz sizin mesaj qutunuza göndəririk və Bu qiymətləri doğrudur. Məsələn, məncə insan yorulur onda. Yoxsa orada rəy bölməsində artıq cavablanmalıdır. Necə rəy düşünürsüz? bölməsində cavablandırılması əslində müştəri üçün rahatdır. Bəli. Amma həmin onlayn satan şirkətin müştəri ilə münasibət yaratması üçün, çat qurması üçün tək çarə onun mesaj başa. bölməsinə aparmaqdır. Ki, orada Eyni. onu razı sala bilsin. Plus da ki, burada belə bir şey var. Rəy hansısa bir rəyə cavab yazsa qiymətlisə, artıq ora yeni rəylər gəlmir. Amma hər kəs soruşur, hər kəs yazır və post aktivləşir, hər kəsin qarşısına çıxır. Bax, Instagram dediniz ki, mən hansısa bir mağazanın qarşısından keçirlər və Instagramlarına baxırlar. Bəs yaxşı, heç düşünmüsüz, sabah bu Instagram olmasa, sahibkarlar nə edəcək? Məncə işi elə qurmaq lazımdır ki, oradan da asılı olmaq lazım deyil. Düşünürəm ki, sosial medialar bundan sonra hər zaman bizim həyatımızın bir parçası olmağa davam edəcək. Çünki getdikcə hətta bunlar inkişaf edir və daha çox insanları özlərinə bağlamağa çalışırlar. Və əgər nə vaxtsa siz deyən kimi olmasa, artıq onda təkcə bizim üçün yox, hətta müştərilər üçün də olmayacaq üçün yeni bir bazar forması yaranmış olacaq və hər zaman, hər bir halda bazardan yaxşı istifadə edən insan qazanır. Yəni sosial media olmayacaq, başqa bir şey olacaqsa, onu araşdıran, onu öyrənən hər zaman qazanacaq deyə düşünürəm. Gözəl cavab idi. Doğrudan çox bəyəndim bu arada. Təcrübələrinizə dayanaraq, həyatınızdakı o yaşadıqlarınıza, yaşanmışlara dayanaraq bir kitab yazsaz, müəllifi olduğunuz kitabın adını nə qoyardınız? Düşünürəm ki, kitab yazsam əgər, Bəli. ki fikrimdə əslində var, bu daha çox Azərbaycan gənclərinə xitab eləyəcək ki, Azərbaycan gənc əsasında tələbə qismi necə öz uğur yolunu tapa bilər. Ümumiyyətlə uğur müzakirə olunması bir mövzudur. Hər kəsin məqsədi əslində maddi rifaha çatmaqdır uğur deyəndə. Biz artıq uğurlu bir şəxs görəndə onun varlı olduğunu düşünürük. Amma burada məsələ təkcə bu deyil. Məsələn, bəzi şəxslər var ki, milyonlarla pulu var amma həyat yaşaya bilmir. Onun düşüncə tərzi həyat yaşamağa imkan vermir. Bəzi insan var ki, az gəliri var, bütün gəlirini dünyanı gəzməyə xərcləyir. Biz necə varlı olana daha uğurlu deyə bilərik belə olan halda? Hər kəs üçün maddi rifah, hər kəs üçün xoşbəxt həyat başqadır. Bəli. Ona görə də amma ümumilikdə hər kəs maddi rifaha çatmağa çalışır ki, maddi rifah da əslində bəzi şəxslər üçün aylıq 1000 manatdır, bəzi şəxslər üçün ayda 100 min manatdır. Onun maddi rifaha çatması üçün olan məbləğ başqadır. Düşünürəm ki, mən kitab yazsam əsasən gəncin sıfırdan necə öz arzuladığı həyata çata bilər, bununla bağlı yaza bilərəm. Amma əslində burada keçən yol da bir növ dərk etməkdən keçir. Məsələn, mən həmişə deyirəm ki, kitab yazsam adını dərk etmə sənəti qoyaram. Gözəl. Çünki bir şeyləri dərk etməyə başlayandan sonra həm qazanırsan, həm də itirirsən. Çünki düşünən insan, dərk edən insan artıq bir axmaq insan qədər xoşbəxt ola bilmir, hər şeyin dadını çıxarda bilmir, həzz ala bilmir. İnsan düşünməyə başlayandan sonra onun aldığı tək xoşbəxtlik dünyada baş verən şeylərin məntiqinə uyğunlaşmasıdır. Ki, mən bunu anlaya bilirəm. O ona xoşbəxtlik verir. Amma bir axmaq insan qədər, heç nə oxumamış insan qədər xoşbəxt ola bilmir xırda şeylərdən. Elçin Qəmbərli necə bir müəllim olardı? Düşünürəm ki, təkcə nəzəri tərəfdən yox, əsasən praktiki tərəfdən tələbələrə nəsə öyrətməyə çalışardım. Və mən həmişə düşünürəm ki, mən biznesin idarə edilməsi üzrə bir müəllim olsam, öz dərslərimə qonaq kimi Azərbaycanda uğur qazanmış biznesmenlər çağıraram və həmin gənclərin onlarla tanış olmasına şərait yaradaram və bütün dərs boyunca da əsasən bu nəzəriyyələrə oxuyuruq. Nəzəriyyələr əsasən biznesdə uğur qazanmaq üçündür, amma bunlar Azərbaycana uyğun deyil. Azərbaycan gerçəklərinə uyğun deyil. Azərbaycan gerçəklərində biznes qurmaq, bizi nələr gözləyir, əsasən bunlardan danışaram və həmin tələbələr üçün də müəyyən şanslar qoyaram ki, əgər sən yaxşı yetişsən, mən sənə gələcəkdə iş imkanı, gələcəkdə sənə yaxşı kommunikasiya qurmaq bəzi böyük adamlarla və öz işini qurmaq istəsən, sənə kömək edə bilərəm. Təhsil sistemində böyük bir dəyişiklik etmək istəyirsiniz. Bunu gözləyəcəyik böyük bir səbirsizliklə inşallah.
Elçin bəy, bəzən çox müdaxilələr olur. Ətrafımızdakı insanlardan, dostlarımız olsun, ailəmiz olsun ki, sən bu işi niyə görürsən? Bu qədər xərc çəkdin. Məsələn, siz filial bağlayanda belə əminəm ki, ailə üzvlərinizə deyib ki, ay bala, bu pulu niyə itirirsən? Ondan sonra hansısa bir belə deyim, dövlət işində çalışardın, stabil olaraq gəlir, maaş alardın. Yəni bununla üzləşmisinizmi? Yoxsa ailəniz hər zaman sizə etdiyiniz işdə dəstəkmi olub? Əslində belə deyim ki, məndə ailə dəstək, çox dəstək olmasa belə, heç vaxtda çox da mane olmayıb mənə. Yəni atam hər zaman mənə deyir ki, özün bilərsən, nəticələrini onsuz da özün görəsən, ona görə də özün bilərsən, nə edirsən elə. Amma daha çox düşün, hərəkət elə deyir. Düşünürəm ki, Azərbaycanda əsasən də gənclərin öz qərarını verə bilməmək kimi bir yükləri var. Onlar hətta öz ixtisaslarını seçməyə belə azad deyirlər. Onların ailələri bunu seçir və burada maraqlı bir söhbət var ki, hər kəs özünün eləyə bilmədiyi şeyləri, özünün gənckən edə bilmədiyi şeyləri, arzuladığı həyatı öz övladına kodlaşdırır. Eynən. Amma insanlar hər biri fərqlidir. Məsəl üçün mən və yaxud da mənim övladım eyni şəxs olmadığımız kimi, mənim arzularım da onun arzuları deyil. Mən nəyə görə özümün edə bilmədiyim şeyləri övladımın etməsi üçün çalışıram? Belə maraqlı mövzu var həqiqətən. Amma bəzən də müsbət təsirləri ola bilir. Biz təcrübədən irəli gələn bir istiqamət də ola bilər, valideynlərin bizə göstərdiyi yol. Belə düşünmürsünüz? Düşünürəm ki, əslində bəzən müsbət təsiri də ola bilər. Ona görə də özümüzü nə qədər inkişaf etdirsək, öz övladlarımıza da o qədər faydalı ola bilərik. Mən həmişə deyirəm ki, bizə məsləhət verən insanlara biz baxmalıyıq ki, o beyin olaraq məndən üstündürmü? Yəni beyin olaraq məndən üstün deyilsə, mən nəyə görə onun məsləhətlərinə qulaq asmalıyam və əməl etməliyəm? Gənc sahibkar, 26 yaşınız var. Amma bu gün burada çox dərin bir mövzular müzakirə elədik. Elçin bəy üçün uğur kodeksi nədir? Mənə görə uğurun kodeksi hər kəsin arzuladığı həyatı yaşamasıdır. Hər kəsin arzuladığı həyata sahib olmasıdır. Günümüzdə artıq hər şey monotonlaşıb. Uğur monotondur, xoşbəxtlik sosial mediada görsənən kimidir. Biz bunu istəyirikmi? Biz nə istəyirik? Bunu özümüzə sual verməliyik və öz istədiyimiz həyatın arxasınca getməliyik. Cəmiyyətin bizdən istədiyi yox, özümüzdən istədiyi həyatın. Sizə alqışlayıram sözün əsl mənasında və sonda çox doğrudan maraqlı bir insansınız. Mən əminəm ki, daha böyük işlər görüb, bir çox filialların sahibi olaraq mən bir daha da, bəlkə bizi həyat bir daha görüşdürəcək, buna əminəm. Çünki sizdəki o işığı, o potensialı rəsmən hiss elədim, gördüm. Və sonda istəyərdim ki, bizim verilişimizlə bağlı təəssüratlarınızı bölüşəsiniz. Sizin verilişinizi mən izlədim və çox xoşuma gəldi, həqiqətən də. Və sizin özünüzə də bildirmişdim ki, bu tipli verilişlərdə verilişi gözəlləşdirən, verilişin marağını artıran aparıcıdır. Və sizin verdiyiniz suallar əslində burada müsahibə verən şəxslərin, sizinlə söhbət edən şəxslərin daha yaxşı cavab verməyinə gətirib çıxardır. Ona görə sizin mövzudan yayınmamağınız, mövzuya yaxın, mövzuya aid suallar verməyiniz və sual seçiminiz möhtəşəmdir. Çox sağ olun, minnətdaram gəldiyiniz üçün. Uğurlarınız bol olsun. Sağ olun. Təşəkkür edirəm bir daha. Çox sağ olun. Bax belə, verilişimiz sona çatdı. Verilişimizin baş sponsoru Cibar platformasıdır. Bizi izləmədə qalın, gələn görüşlərə qədər. Bunu xəyal edən sahibkarların xəyallarını gibaro.com-la gerçəkləşdiririk. Satın alma, auksion, endirim və kampanyalar, vakansiyalar və bank xidmətləri artıq bir platformada. Dünyada analogu olmayan bu platformanı həm internet saytı, həm də mobil tətbiq olaraq istifadə edə bilərsiniz. Biz sağlam əlaqələr inşa edirik.